Biz qadınların ən böyük dərdi günortaya, axşama nə bişirim sualına cavab tapmaqdır. Evdəkilər hər dəfə fərqli yemək istəyirlər, eyni yemək bişəndə də ağız büzürlər. Mən də qərar verdim ki, ərzaqları qatıb qarışdırıb fərqli yemək hazırlayım. İlk olaraq badımcanları qızardıb yığıram. Sonra eyni qabda soğanı biraz qovurub pomidor əlavə eləyirəm. Yaşıl, sarı biber, ət, qızartdığım badımcanları, sarımsaq, duz, istiot, biraz da ət suyu əlavə eləyib vamxodda bişməyə qoyuram. Yeməyim bişənə kimi dedim biraz da təmizləyəliyim. Qızlar, nə qədər sürtsəm də bu su, sabun ləkələrini heç cür apara bilmirdim. Faberlikdən belə bir məhsul əldə etdim, nəticəsinə şok oldum. Azca sürtmək kifayət elədi, bir baxın necə də parıldayır. Bu da bəyaz hissələri üçündür, gördüyünüz kimi sarı ləkələri anında apardı. Müsbət tərəfi də odur ki, digər təmizlik vasitələri kimi qoxuları adam boğmur. Sizin üçün videonun açıqlama hissəsində və storydə WhatsApp qrupu linki yerləşdirəcəm. Oradan daxil olub həm məhsulları endirimli qiymətlə əldə edə, həm də satış edib öz biznesinizi qura bilərsiniz. Mən bu qədər məhsula cəmi 33 manat pul vermişəm. Qrupa daxil olun, qısa zaman içərisində sizə ətraflı məlumat veriləcək. Bu arada yeməyimiz də hazır oldu, çox dadlı alındı. Nəhayət ev əhlini razı sala bildim.